İngilisi bilirsinizsə yoldaşlar, ingilis dilini bilirsinizsə onlayn iş var. Ümumiyyətlə ingilis dili bilənlər üçün işlər kifayət qədər olur. Həm onlayn, həm də digər. Çünki ingilisi bilirsə bu insan təkcə Azərbaycan bazarında iş axtarmaya bilir. Xarici bazarda da vakansiyalarla tanış ola bilir. Xarici bazarlarda da işləyə bilir. Mən sizə amma öz bazarımızda işləyə biləcəyiniz, belə deyim, vakansiyadan bəhs etmək istəyirəm. Yəni ümumiyyətlə bu sahədə kifayət qədər olur. Əgər hansı kiminsə məsəl üçün B2 səviyyəsində heç olmasa ingilis dili biliyi varsa, o zaman evdə ola ingilis dili müəllimliyi eləyə bilər. Bəli, siz deyə bilərsiniz ki, mənim ingilis dili müəllimliyi eləmək bacarığım yoxdur. O cəhətdən narahat olmayın yoldaşlar. Təcrübə vacib deyil, hər şeyi sıfırdan öyrədirlər, belə deyim. Başlamazdan əvvəl bir aylıq tam ödənişsiz təlim keçirirlər sizə. Belə bir vakansiya var, bu vakansiyada müraciət edə bilərsiniz. Özü iş saatı da azdır, həftənin hər günüdür, yəni həftənin 5 günü deyil, həftənin hər günüdür. Axşamlar 2 saat vaxt ayıra bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Evdən çıxmadan, onlayn şəkildə işləyə biləcəyiniz, əlavə gəlir qazana biləcəyiniz belə bir vakansiya da mövcuddur. Bundan da bəhrələnə bilərsiniz. Digər bu tipli işlərlə də tanış olmaq istəyirsə, və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmaca səhifəsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.